Romaya bölünsün Rodisi. İlham Əliyev zəng edir. Bayaq başqa vaxt zəng eləməzdilər ha bax. Ünlü video çəkən momenti zəng edirlər. Salam dostlar, bu videoda sizlərə aerohidrostatika Arximed bölməsindən 2000-2025 illər çərçivəsində DİM-in istifadə etdiyi test tapşırıqlarının izahına baxacağıq. Burada hər videoda qeyd edirəm. DİM-in sınaqları, DİM-in qəbul imtahanları, hər bir şey daxildir. Və altlarında da hansı imtahanı, hansı sınağı, hansı qəbulla, neçənci qrupa düşdüyü hamısı qeyd olunmuşdur. İndi bunların sizə izahlarını verəcəyim. İnşallah izahları keçməmişdən əvvəl sizə köynəyimi göstərmək istəyirəm. Belə bir köynəyim var uşaqlar. Fikirlərinizi yorumlar bölməsinə yazarsınız. Və bir dənə də bir şey deyəcəm uşaqlar. Sürət qrup açıram. Buraxılışdan sonra asılacaq. Və burada hər gün dərs olacaqdır. Və burada biz sıfırdan sona kimi bütün bölümlərə keçəcəyik. Uşaqlar möhtəşəm şəkildə, yüksək səviyyədə keçəcəyik. Onlayn şəkildədir. Həftənin hər günü dərsdir. Qeybətlə çox münasibdir. Keçək dərsimizə. Deməli, burada sualları bir-bir izah edəcəm. Birinci sualda görə nə deyir? Deyir ki, mayenin səthində üzən cismin 1/3 mayəyə batır. Uşaqlar, bu cismin mayəyə filan hissəsi batır, filan hissəsi mayədədir. Bax, bu cür sualları görəndə, yəni o nisbət görəndə, bir dənə nisbətimiz var, həmişə onu qeyd edin. Nisbətimiz belədir. V batan bölünsün V cisim bərabərdir rho cisim bölünsün rho mayə. Çalışın cisimləri çarpazda yazın. Və uşaqlar, bu 1/3 bu V batan bölünsün V cisim nisbətinin 1/3 olduğu deməkdir. Yaxşımı? Cismin hansı hissəsi batıbsa, həmin o V batan bölü V cisim nisbəti deməli 1/3-dir. Və burada bir dənə əvvələ bir dənə sonra baxdığımız zaman, oradan bir dənə çarpaz vurduğumuz zaman alırıq ki, 3 dənə rho cisim bərabərdir rho mayə. Uşaqlar, gəlin bir dənə burada nə deyək? Biz rho cisimə bir dənə rho desək, buna bir dənə rho desək, onda rho mayə olacaq 3 dənə rho. Özünüz görürsünüz. 3 dənə rho olacaqdır əgər ona biz rho desək. İndi görək sualda nə deyir bizə? Deyir, həmin cismin həcminin hansı hissəsini sıxlığı 2 dəfə az olan mayəyə. Deməli, bu cismi götürürlər, aparırlar başqa mayəyə. Amma bu başqa mayənin sıxlığı əvvəlki mayənin sıxlığından 2 dəfə azdır. Yəni, deyir ki, yenə bizdən soruşur ki, hansı hissəsi batar? Yenə də bizdən V batan bölünsün V cisim nisbətini soruşur. Və dedim ki, bu nisbət rho cisim bölünsün rho mayəyə bərabərdir. Amma diqqətli ol ha, ikinci mayəmizin sıxlığı 3 rho deyil. İkinci mayəmizin sıxlığı 1,5 rhodur. Çünki 2 dəfə az olan bir mayəyə aparır. Əvvəlki mayədə 3 rho idi. Amma bu 1,5 rhodur, 2 dəfə azdır. Gətir yerinə qoy, rho cisim dəyişmədi. Çünki cisim orada dəyişmədi. Bunu yenə rho cisim qoy. Bölünsün. Rho mayənin yerinə bu dəfə nə qoyacaqsan? 1,5 rho qoyacaqsan. Bir dənə baxım görüm bu görsənirmi ora? Görsənmir. Görsənmir, hə. Uşaqlar, burada yazmışam, baba, burada 1,5 rho yazmışam. 2-yə bölmüşəm, yazmışam. Onun yerinə 1,5 rho qoyduğumuz zaman, bu yuxarıdakı da rho idi, rholar getdi. 1 böl 1,5-də 3 dəyişini bizə verəcəkdir. Yəni, cavabımız C variantıdır. İkinci sualımıza keçək. Deyir, metal kürəciyi sıxlığı 2 olan mayəyə batırdıq. İnşallah, onsuz məndən cavabı da qram bölür kub santimetrlə istəyir deyə çevirmə aparmıram. Deyir ki, sıxlığı 2 olan mayə. Əla, buna batır. Və batırdığımız zaman deyir, çəki 1,25 dəfə azalır. Uşaqlar, bu o deməkdir ki, ümumiyyətlə, cismin normalda vakuumda çəkisi mg'dir. Maydakı çəkisi isə uşaqlar, cismin maydakı çəkisi vuruq qədər azalır. Yəni, mg vurulsun 1 çıxılsın rho mayə bölünsün rho cisim. Bax, vuruq dediyim ifadə bax budur. Yəni, mg vakuumda çəkidir, amma maydakı çəki həmin o vuruq qədər neyini azalır. İnşallah 1,25 dəfə azalmaq 1,25-ə bölmək deməkdir. Yəni bizim buradakı bu vuruğumuz var ha. 1,25-ə yox. 5-də 4-ə bərabərdir. Çünki bizim 1,25-imiz şu olar, yadda saxlayın. 4-də 5-dir. 4-də 5-ə bölmək elə 5-də 4-ə vurmaq deməkdir. Və buradan biz alırıq ki, bizim rho mayə bölünsün rho cisim nisbətimiz, bu nisbətimiz bərabərdir 5-də 1-ə. Bizə uşaqlar rho mayəni vermişdi 2, rho mayə 2 son deməli 10 olmalıdır da, 5-də 2 nisbətini verməlidir axı. Metalın sıxlığını bizdən istəyir, olacaq 10 qram bölünsün nə? Kub santimetr. Davam eləyək. Üçüncü sualımız. Bizdən soruşur ki, qərarlaşmış təzyiq. İnşallah qərarlaşmış təzyiq P2-nin düsturu nədir? P1 V1 üstəyənsin P2 V2 bölünsün V1 plus V2. Gətir yerinə qoy.
Götür yerinə qoy. Yuxarı eləyəcək. 20 üstəyələnsin. 120 bölünsün 5. 145-ə böləndə eləyəcək 28 kilopaskal. Çünki çevirmə aparmadım uşaqlar. Bu da kiloydu. Bu da kiloydu. Deməli variantlar da kilo ilə olmalıdır. Bəli, kilo ilə. Ona görə çevirmə aparmadım. Cavab oldu B variantı. Dördüncü sualımız deyir ki, qabın dibinə göstərdiyi təzyiq qüvvəsi ən kiçikdir. Uşaqlar, qabın dibinə göstərdiyi təzyiq qüvvəsi ən kiçik və ya ki, ən böyük deyəndə nəyə baxacaqsınız burada? Əgər qabın ağzı genişlənirsə, onda onun dibinə göstərilən təzyiq qüvvəsi kiçilir. Əgər yox, qabın ağzı uşaqlar daralırsa, təzyiq qüvvəsi böyüyür. Nəyə görsən sizə göstərim. Uşaqlar, çünki burada bunun daxilində tutaq ki, müəyyən qədər bir maye var. Bu maye nə edir? Aşağı doğru bir mc ağırlıq qüvvəsi var və Paskal qanununa görə bu nə edir? Divarlara təzyiq göstərir və bütün hər yerə eyni qədər təzyiq göstərir. Bunun divara göstərdiyi təzyiq və divarın buna göstərdiyi bir reaksiya qüvvəsi var. Bax, fikir ver, bunun bu divarda göstərdiyi reaksiya qüvvəsi, divarın göstərdiyi reaksiya qüvvəsi belədir. Buradan bu divarın göstərdiyi reaksiya qüvvəsi belədir. Və reaksiyalara fikir verirsənsə, üzü yuxarıdır. Və bu mayenin nəyi var? Aşağı doğru bir ağırlıq qüvvəsi varmı? Var. Və fikir verirsənsə, dibinə ağırlıq qüvvəsi gəlir. Amma reaksiya qüvvələri nə edir? Ona kömək edir. Yuxarı doğru qaldırır. Divarlar bunun dibinə kömək edir. Deməli, burada nə olacaq? Kiçik olacaq. Cavab bizdə ondan istəyir. Əgər böyük desəydi ki, harada ən böyükdür, onda bir bunları silək. Bax, fikir ver reaksiyalara. Bunda belədir, bunda belədir. Reaksiyalara bax. Plus, bir dənə ağırlığa da bax. Haradır? Aşağı tərəfdir. Onu göstər, mc aşağıdır. Fikir verirsənsə, üçü də eyni, üçü də aşağı doğru nə edir? Üçü də aşağı doğru sıxır. Aşağı doğru nə edir? Bir qüvvə təsir göstərir. Deməli, qabın dibində olacaq? Daha çox qüvvə tətbiq olunmuş olacaq. Deməli, ən böyük deyirsə budur, ən kiçik deyirsə nədir? Ağzı geniş olan qabdır, cavab olacaq B variantı. Burada ən kiçik deyir. 5-ci sual. Şuralar maddəci sərçinin Arximedin asılılıq qrafiklərini yadda saxlamalısınız ki, bu sərhəd nöqtələr P0'lardır. P0 da vakuumda çəki deməkdir. Yəni bizim vakuumda çəkimiz 8 Newtondur. 6-cı sual. Deyir, ipdə yaranan gərilmə qüvvəsi. Uşaqlar, ipdə yaranan gərilmə qüvvəsi üz yuxarı doğrudur, təcərilmə qüvvəsi. Aşağı doğru bir mc ağırlıq qüvvəsi var və mayədən bunu çıxarmağa çalışam. Əgər biz ora mayə töksək, müəyyən qədər bir mayə səviyyəsi olsa, cisimimiz mayəyə batsa, onda Arximed qüvvəsi olacaq üz yuxarı tərəf. Çünki mayədən çıxarmağa çalışır. İndi oradan təcərilməni tapsaq, təcərilmə bərabər olacaq mc çıxılsın F Arximed. Diqqətli ol. Gör nə deyir sənə? Deyir, doldurarkən. Şuralar, burada Arximedin nə düsturunu yazaq biz? Romaye və batan vurulsun J. Şuralar, biz onu doldurduğumuz zaman, biz ora su doldurduğumuz zaman, maye doldurduğumuz zaman cismin batan hissəsinin həcmi artacaq. Çünki orada maye gələcək, müəyyən qədər get-gedə buna nə edəcək? Maye batmış olacaq. Batan hissəsinin həcmi artır. Və burada çıxma var deyə uşaqlar. Bizim təcərilməni nə edəcək? Azalacaqdır. Və suyun səviyyəsinin, cismin mayəyə batdığı hissənin, bu hissəyə diqqətlə baxsan, bax buradakı BC hissəsi var. Həmin o BC hissəsinin su gəldiyi zaman cismimiz mayəyə batır deyə və batan o zaman dəyişir deyə bizim təcərilmə qüvvəmiz onda azalacaqdır. Deməli, hansı hissədir? Yalnız B hissəsidir. Qalan hissələrdə dəyişməyəcək. Çünki qalan hissələrdə nə M dəyişir, nə C dəyişir, nə Romaye dəyişir, nə orada cismin batan hissəsinin həcmi dəyişir. Heç bir dəyişmir. 7-ci sualımız deyir ki, təzyiq və təzyiq qüvvələri tərs çevrəndə necə olacaq? Şuralar təzyiqimiz Rho JH-dır. Bu hidrostatik təzyiqdir. Mayenin qabın dibinə göstərdiyi təzyiqdir. Bunu sənin də onu soruşur. Bizim bu hündürlüyümüz dəyişmir deyə. Bu qabımızı biz çevirsək belə, həmin o qabımızın hündürlüyü dəyişmir deyə bizim buradakı həmin o P təzyiq də dəyişməyəcək. Amma təzyiq qüvvəsi uşaqlar F. P vurulsun S-ə bərabərdir. P'miz düzdür, dəyişmədi. Amma S-imiz dəyişir. Tərs çevirdiyi zaman fikir ver aşağıdakı sahəyə. Sahə artacaq. Sahə artacaq deyə, deməli bizim təzyiq qüvvəmiz artacaq. P dəyişmədi, amma təzyiq qüvvəsi artdı. Cavab oldu D variantı. 8-ci suala keçək. Deyir ki, qüvvə budur, sahə. Ya da təzyiq qüvvəsi, təsir edən təzyiq qüvvəsi budur. Təzyiqimiz də budur. Bizdən soruşur sahə. İnşallah S bərabərdir, F bölünsün P. Bayaq da yazdıq bunun üstünlüyünü. F'i 150-ni də orada 0,2-yə böldüyümüz zaman, 5-də 1-ə böldüyümüz zaman o da gələcək 75 ilə bağlı cavab A variantı. 9-cu sual, maraqlı sualdır. Uşaqlar, hidravlik presi görsəz.
Yadda saxlayın. Hidravlik presə iki cür baxmaq olar. Bir sadə mexanizm kimi. Bir də nə kimi? Birləşmiş qab kimi. Şöyle əgər sadə mexanizm kimi baxsaq, onda A1 bərabərdir A2 deyir. Yəni sağda görülən iş solda görülən işə bərabərdir. Əgər yox, birləşmiş qab kimi baxsaq, onda P1 bərabərdir P2 deyəcək. Bu hər ikisi doğru da bunların. Birləşmiş qab kimi baxdığımız zaman sağ təzyiq sol təzyiqə bərabərdir. Yəni səndən soruşduğum odur ki, daha doğrusu sənin dediyim odur ki, hidravlik pres gördüyün zaman əgər səndən P nisbəti soruşarsa, A nisbəti soruşarsa, hər ikisinin cavab 1-dir. Çünki P1 P2 bərabərdir. Eyni rəqəmə böləndə 1 eləyəcək. Yaxşımı? O sənə F-ləri nisbətini səni çaşdırmaq üçün verir. Aerometr nəyi ölçür? Uşaqlar, aerometr mayelərin və məhlulların sıxlığını ölçən cihazı C variantı. Bərk cisimlərin sıxlığını menzurka ölçür, cismin kütləsini tərəzi ölçür, temperaturu termometr ölçür, cismin həcmini də ölçürlər də xəttkeşlə. Deyir, təzyiqin vahidi. Uşaqlar, təzyiqin vahidi Newton bölünsün kvadrat metrdir. Paskala bərabərdir. Deyir, sabit temperaturda verilmiş. Uşaqlar, bu MKN sualdır. Səhvən düşüb bura. Bu uşaqlar MKN sualdır. Həll eləyək yenə də. Sabit temperatur deyir, temperatur konstantdır. İdeal qazandığı kütlələr sabitdir. Əla Mendeleyev-Klaperon yazacağıq. Mendeleyev-Klaperon'a görə uşaqlar PV bölünsün T nisbəti konstant qalmalıdır. Kütlə də sabitdir, sabit kütləli ideal qazdır. Temperatur sabit olduğu zaman təzyiqlə həcm bir-birindən tərs asılı olur. Yəni bizim buradakı həcmimizi 1,3 dəfə artırdığımız zaman onda bizim təzyiqimiz 1,3 dəfə azalar. Cavabımız olacaq A variantı. 13-cü sual. Nə deyir bizə? Bunlar uşaqlar üzür. Üzürsə uşaqlar Arximed MC'dir. Arximed MC'dir. Uşaqlar C dəyişməyəcək. Yəni biz Arximedi M ilə müqayisə edəcəyik. Amma M-ləri eyni deyil də bunların. Düzdür, sıxlıqları eynidir, amma M-ləri eyni deyil. Çünki M bərabərdir uşaqlar Rho V-dir. M-lər eyni deyil, amma sıxlıqlar eynidir. Onda M ilə V həcmlər bir-biri ilə necə asılıdır? Düz asılıdır. Onda bir dənə nisbət yazaq. Arximed, uşaqlar bizim Arximedimiz. F1 bölü F2. Bərabərdir. M-lərlə düz asılıdır. M1 bölü M2. Və bizim eyni zamanda M-lərdə uşaqlar V ilə həcmlə düz asılıdır. V1 bölü V2 yazacağım mən bura. Çünki onu mənə verib də. V1-imiz V-dir. Bu uşaqlar 3V-dir. V-lər getdi. Bir dənə çarpaz vur. Əvvələ bax bir axıra. 3F1 bərabərdir F2 alırsan. 3F1 bərabər... Yox. Hani o biri. 3F1 bərabərdir F2. Cavabımız oldu A variantı. 14-cü sual. Deyir, nə deyir? Sıxlıqların mayenin sıxlığından kiçik olan 3 eyni həcmli kürə iplərlə qabın dibinə bağlanıb. Əla. Kütlələrimizə verib tecəlmələri müqayisə edin. Uşaqlar, gəl bir dənə qüvvələri təkrar göstərək, sonra müqayisə edək. Aşağı var tecəlmə, ip hardan bağlansa tecəlməmin istiqamətdir. Aşağı var bu cisimlərin ağırlıq qüvvəsi, MC ağırlıq qüvvəsi. Və eyni zamanda mayedədirlər deyəm, bunu mayədən çıxarmağa çalışan F Arximed qüvvəsi var. Onda biz oradan tecəlməni tapsaq alacağıq ki, F Arximed çıxılsın MC. F Arximed, bəli, çıxılsın MC, belə bir nisbət aldıq. Və görürəm ki, uşaqlar, bu cisimlərin nədir? Həcmləri indi. Arximedin düsturuna görə Romaye və tam batıblar V cisim, vurulsun ki. Uşaqlar, maye eyni mayedir. Cisimlərin həcmləri eynidir. Təbii ki, eyni olacaqdır. Onda belə çıxacaq, bunların Arximed qüvvələri də bir-birinə bərabərdir. Təsir edən Arximedlər bərabərdir. Eynidir. Deməli, bizim tecəlmə ilə M necə asılıdır? Xətti tərs asılıdır. Yəni, xətti tərs deməkdir. Xətti asılıdır. Amma çıxma var deyə tərs olacaqdır. Yəni, M artıranda T azalacaqdır. Yəni, bu nisbətin tam tərsi. Yəni, T1, T2, T3 kimi düzülsə, düzsək bunları. İşarələr dəyişəcək. T1 nə olacaq? Ən kiçik, T3-dən böyük olacaq. Cavab olacaq B variantı. 15-ci sual. Görək nə deyir bizə. Deyir, təzyiqin saatın asılılıq qrafiki verilib. F-i bizdən soruşur. Uşaqlar, F bərabərdir, P vurulsun S-dir. Sən burada P-ni bilirsən, sən burada S-i bilirsən. Vur bir-birinə, eləcək 8. Y variantı. Sadə sual idi. 16-cı sual. Uşaqlar, əgər bu cisimimizin sıxlığına bir Rho desən, onda o Rho1 sıxlıqlı mayenin daxilindədir deyə, onun sıxlığı Rho.
rho 1-ə bərabərdir uşaqlar. Və rho 2 sıxlıqlı mayenin keçib gedib deyə bax fikir versəniz onu keçib gedib. Deməli bunun sıxlığı nə olacaq? Həmin rho 2 sıxlıqlı mayenin sıxlığından böyük olacaq. Cavabımız olacaq A variantı. 17-ci suala baxaq. Nə deyir bizə? Səthdə üzür. İnşallah üzürsə Arximed mc'dir. Bunu birbaşa qeyd edin. Arximed mc'dir. Deyir cismin sıxlığından, bu cismin sıxlığı 2 dəfə kiçik olan mayenin səthində üzərsə nə olar? Onun təsirinin Arximed qüvvəsi və batan hissəsinin nəzmi necə dəyişər? İnşallah bu cür sualların hamısını dediyim kimi nə etməliyik? Nisbətimiz var, onu yazmalıyıq. Bayaqlarda bunu yazdıq. Nisbətimiz necədir? V batan bölünsün V cisim bərabərdir rho cisim bölünsün rho maye. Çalış çarpazda yaz cisimlər. Rho cisimlər, rho V. Yəni V cisim, rho cisimlər çarpazda yaz. Necə yazsan yaz? Nisbət düz olacaq. Hə. Uşaqlar üzürsə F Arximed mc'dir. Yəni bu cisimimizi dəyişmir. Bu mayədə də üzür, aparır o mayədə də üzür. Yəni hər iki halda Arximed qüvvəsi mc'dir. Cismin kütləsi dəyişmədiyinə görə Arximed də dəyişməyəcək. Deməli nədir? Arximed dəyişməz. Amma deyir mayeyə batan hissəsinin nəzmi. Onu buradan baxacağıq. Bax cism nə etdi? Dəyişmədi. Ona görə cismin həcmi dəyişmədi. Cismin sıxlığı dəyişmədi. Amma fikir versənsə sıxlığı 2 dəfə kiçik olan maye, yəni mayenin sıxlığı 2 dəfə kiçildi. Mayenin sıxlığı fikir versənsə mayenin sıxlığı ilə batan hissəsinin nəzmi tərs asılıdır. Çünki biri sürətdədir, biri məxrəcdədir, özü də bərabərliyin biri sağında, biri solundadır. Onda bunun 2 dəfə azalmağı nə edəcək? V batanı burada 2 dəfə artıracaqdır. Deməli batan hissəsinin nəzmi 2 dəfə artar. Batan hissəsinin nəzmi 2 dəfə artar. Amma Arximed qüvvəsi dəyişməz. Cavab olacaq Y variantı. 18-ci sual. Görək nə deyir? Hündürlüyü 1 metrdir. Şaquli yuxarı yönəlmiş təcil. Əgər uşaqlar təcilimiz yuxarıdırsa, deməli C plus A eləyəcək. Bunu yadda saxla. Qabın dibinə göstərdiyi təzyiq budur. Bizə nəyə soruşur? Hə, təcili soruşur bizdən. Uşaqlar təzyiqin düsturu P bərabərdir rho J H-dır. Rho J H-dır. Başqa nəsə veribmi? Verməyib. Eybi yox. Heç nə uşaqlar. Sadəcə yuxarı yönəlmiş təcil olduğuna görə bu J artıq J olaraq qalmayacaq. J plus A olacaq. Olacaq P bərabərdir rho J plus A, aşağı olanda minus A olur, yuxarı olanda plus A olur. So, sən orada J, rho, H, P hamısını verir. Yerinə qoyub bir dənə hesablayaq. Burası 10'dur. Bu 1'dir. Plus A var burada. Rho'muz uşaqlar 1000'dir. 10 üstü 3. Bərabərdir. P'miz də 12 kilopaskaldır. 12 vurulsun 10 üstü 3'dür. 10 üstü 3'lər getdi. Hə, tapırsan ki buradan A neçəymiş? Sən 2 metr bölünsün saniyəymiş. Kvadratı daha doğrusu. 19-cu sual. Arximed qüvvəsinin həcminin asılı qrafiki verilib, deyir mayenin sıxlığı. Deməli uşaqlar düsturumuz F Arximed bərabərdir rho maye V cisim tam batıb, baxaq. Hə, yox, batmayıb. Batan hissəyə yazaq. V batan vurulsun J. Buradan nəyə soruşur bizdən? Mayenin sıxlığı. Buradan rho mayeni tapsan. Rho maye bərabərdir F Arximed bölünsün V batan vurulsun J. Uşaqlar bizə hər bir şey verib burada. Hər bir şey. Bax J'ni 10 verib. Sənə buradan istədiyin nöqtəni götür. Bunu 2.8 verib. Bunu 0.4 verib. Bunu qoy yerinə hesabla. Eləyəcək nə qədər? 7 ilə bağlı cavab. Y variantı. Sadəcə çevirmələri apar uşaqlar. Burada bax kilonu var idi. Yəni bu vurulsun onun üstüsü var burada əslində. Hə, onu nəzərə alarsan. Elə alsan cavab olacaq 700. 20-ci sual. Uşaqlar bu da bayaqki sualın oxşarıdır. Hə? Həzmləri də indi bəli eynisidir. Aşağı var MJ. Birbaşa eynisi daha uşaqlar. Birbaşa eynisidir. Baxaq görək o hansı sual idi. Bax bu sual idi. Birinci qrupun 2019 qabına düşüb. Burada 2008-in 4-cü qrupuna düşüb. Bir dənə əvvələ qayıt 14-ə bax. Birə-bir rəqəmlərlə kimi eynisidir daha. Yəni işarəyə kimi eynisidir. Bir dənə nə edirsən? Qoyub yerinə bir dənə baxarsan. Bir dənə əvvələ qayıt elə bir ki, əvvələ qayıt eyni sualdır. 21-ci sual. Dibinə göstərdiyi təzyiq nə ilə təyin olunur? Mayenin qabın dibinə göstərdiyi təzyiq hidrostatik təzyiqdir. Həmin hidrostatik təzyiqin üstü rho H-dır. Qabın divarı demir ki, baxım. Hə, dibinə göstərir. Çünki divar desəydi uşaqlar, onunla orta təzyiq tapacaqdıq, olacaqdı rho H bölük. Uşaqlar, bunu bayaqlarda dedim ki, mayedəki çəkinin Arximedin asıllıq qrafikində bu sərhədlər nədir? P0'dir. Hər ikisi P0'dir. Yəni burada P0 20-sə deməli burada da nə olmalıdır? 20 olmalıdır. P0 da vakuumda çəkidir.
Yəni cavab olacaq Y variantı. 23-cü sual. Uşaqlar burada 20 Newton var. Eynilikdə eyni qüvvə prinsipimiz var. Onda burada da 20 Newton olacaq eynilikdə çünki. Yuxarı doğru 20-20. Deməli burada məcbur 40 Newton olmalıdır. Çünki cisimimiz, sistemimiz tarazlıqdadır. 40 Newton. Aşağı doğru nə var? MC ağırlıq qüvvəsi. Gəl birbaşa yazaq. Bax burada kütləsi 6-dır, C'si 10-dur. Birbaşa yaz 60 Newton. Onda uşaqlar yuxarı doğru bir Arximed qüvvəsi olmalıdır ki, bu Arximed deyil ha, bu ipin gəlmə qüvvəsidir. Yuxarıda Arximed olmalıdır ki, bu neyləsin? Arazıda qalsın. Və Arximed nə qədər olmalıdır uşaqlar? Bu aşağı 60 var, yuxarı bir dənə 40 var. Bir dənə 20 olsa, onda sistem tarazlıqda qalar da, hə? Çünki aşağı 60 var, yuxarıda əgər 60 olsa, tarazlıqda qalar. Tapdıq ki, F Arximed 60-dır. Əla. Səndən nəyə soruşur? Cisim həcmidir. Arximedin üstüdür uşaqlar. Romaye ve cisim yazacağım. Niye? Çünkü cismin hamısı sudadır. Vurulsun J. Bizden neye soruşur? Onun həcmidir. V cismi buradan çıxarsam beraber olacaq. F Arximed bölünsün Romaye vurulsun J. Hər bir şey bilirik biz. F Arximedimiz 20'dir. J'miz 10'dur. Ve Romayemiz 10 üstü 3'dür. Bir tane bunları hesablasak olacaq. 1 bölü 500. 500'də 1 də eləyəcək. 1000'də 2. Y variantı. Deyir, xarici təzyiq nasib qiymətində suyun qaynama temperaturu daha aşağı olar. Uşaqlar, əgər yadda saxlayın, yuxarı qalxdıqca, yəni biz yüksəkliyə qalxdıqca təzyiq azalır. Təzyiq azaldıqca qaynama temperaturu da azalır. Yəni xarici təzyiq nə qədər aşağı olsa, onda qaynama temperaturu da o qədər aşağı olur. Düz demirəmmi? Bəli, düz deyirəm. Çünki yuxarı qalxdıqca, hər 12 metrdə 1 mm civə sütunun təzyiqi azalır. Ona görə qaynama temperaturu aşağı düşür. Yəni ən aşağı təzyiq haradır? Və buradadır. 50 kilopaskaldır. Yəni nə qədər təzyiq aşağı olarsa, onda qaynama temperaturu o qədər aşağı olur. 25-ci sual. Uşaqlar, bax yenə deyirəm. Hidravlik pres görsən, səndən A nisbəti və yaxud ki P nisbəti soruşarsa, ona cavaba baxmadan, sualı heç oxumadan V1, V2 çaşdırmaq üçün verib sənə. Birbaşa yazırsan ki 1. Çünki mən bayaqlar sizə dedim də bunu. Hidravlik presə iki cür baxa bilərik. Sadə mexanizm kimi. Onda A1 bərabərdir A2. Birləşmiş qab kimi. Onda P1 bərabərdir P2. İki cür baxdığımız zaman, yəni bu nisbətlər hamısı 1-ə bərabərdir. Yəni onları çaşdırmaq üçündür. Görə nə deyir burada sənə? Hündürlüyünü verib, aşağı yönəlmiş olduğunu deyir. Başqa nə verib? Qabın dibinə göstərdiyi təzyiq. Gəlin yazaq. Şuralar P təzyiq. Rho normalda Rho CH'dır. Sadəcə aşağı yönəlmiş təzyiq var deyə burada. Bax bunu görürsən burada. J minus A edəcəyik. Vurulsun nə var? H. Rho CH. J minus A oldu. Sonra yenə bayaq çözəlində oxşarıdır. J verib. H verib. Rho verib. P verib. Sonra hesabla. 7 vur 10 üstü 3. Bərabərdir 10 üstü 3. Vurulsun J. Yəni 10 çıxılsın A, vurulsun H-ımızda 1. 13 düşdər getdi. Sən demə A neçəymiş? 3 metr bölünsün saniyə kvadrat imiş. Növbəti sualımıza keçək. Təzyiqin vaydı. Uşaqlar, təzyiqin vaydı paskaldır. 3 dənə kəmət var ki, vaydı paskaldır. Biri Y yunq modulu, biri təzyiq P, bir də uşaqlar gərginlik. Mexaniki gərginlik. Üçün də vaydı paskaldır. İnşallah yenə də hidravlik pres deyir. Hidravlik pres deyirsə və P və A nisbətləri ikisi də 1-ə bərabərdir. Bunu bayaqlar 50 dəfə dedik. Dedik ki, buna həm sadə mexanizm kimi, həm də birləşmiş qab kimi baxa bilərik. Deyir, həcmi bu olan ağırlıq qüvvəsi budur. Tamamilə suya batırdıqda onun çəkisi nə qədər azalır? Şuralar dediyim kimi, çəki vuruq dəfə neyinir? Azalır. Çünki şuralar vakuumda çəki P0 mg'dir. Maydəci çəki nədir? Maydəci çəki mg vurulsun, 1 çıxılsın, Romaye bölünsün, Rho cisim. Yəni bu dəfə neyinir? Bu dəyişir və gəl onu hesablayaq. Həcmini bizə verib, hə? Həcmini bizə verib. Gəlin tam sıfırdan yazaq da, gəlin tam sıfırdan yazaq da. Yəni sual seçdirim. Yerimiz açılsın. Həcmini verib bizə. Ağırlıq qüvvəsini verib bizə. Əla. Suya batırdıqda onun çəkisi nə qədər azalar? Nə var ki burada? Bir dənə Arximedi yaz. F Arximed bərabərdir mj
1 çıxılsın rho maye bölünsün rho disi. Bax, Arximedimiz budur. Vakuumda çəki P0 elə mıcıdır. Uşaqlar, burada bizə həcmi verib. Onda biz bir dənə belə bir sütun yazıq Arximedin. Rho maye V cisim J tam batır. Bax, tam batır. Tamamilə suya batırır. Ona görə V cisim yazdım. Bax, mənə burada nə verib? Rho mayeni verib. Rho mayeni mənə verib. Mənə Arximedi veribmi? Hə, onu verməyib. Amma həcmi verib. Həcmi verib. Cisim həcmini verib. J-ni verib. Burada F Arximedi tapa bilərəm mən. Gəl tapaq. 10 üstü 3 vurulsun 0,3 vurulsun 10. Bu da eləyəcək 3 kilonewton. Bizim uşaqlar Arximed qüvvəmizdir. Sualımız həll oldu demək olar. Sualımız həll oldu demək olar. Bax, buradan biz Arximedi bilirik. Biz buradan M-i bilirik, J-ni bilirik. Onda bu vuruğu tapa bilərik də, hə? Həmin o vuruq dəfə. Dedim, axı, dəyişir. Həmin o vuruq bərabərdir uşaqlar. Həmin o vuruq. Bax, o vuruğumuz bərabərdir. F Arximed bölünsün MJ. F Arximed 3 kilonewtondur. MJ-miz nədir bəs? Ağırlıq qüvvəsi 6 kilonewtondur. Kilolar getdi. Bu da elədi 2-də 1. Sənin o vuruq 2-də 1 imiş. Deməli, bu 2 dəfə azalıb da, hə? 2-də 1-ə vurmaq uşaqlar 2 dəfə azalmaq demək. Yəni, o vuruğumuz 2-də 1-dirsə, deməli, bunu 2-də 1-ə vurmuşam. 2-də 1-ə vurmaq yəni deyirəm 2 dəfə azalmaq demək. Mayenin qabın dibinə göstərdiyi təzyiq. Uşaqlar, rho açdı. Bayaqki sualın eynicisidir. Burada nə deyir bizə? Arximed qüvvəsinin deyir, hansı münasibət doğrudur? Uşaqlar, əgər üzürsə, Arximed nədir? MJ-dir. Onda bir dənə Arximeddən M-nin asıllığını qur. Çünki düppədüz asılıdır. F Arximed 1 bölünsün F Arximed 2 bərabərdir. M1 bölünsün M2. M1-i bilirsən M, M2-ni bilirsən C. Çarpaz vur. 2F1 bərabərdir F2. 32-ci sual. Bu da MK'nin sualıdır. Hə, bu da MK'nin sualıdır. Həll eləyək. Deməli, uşaqlar, bu tərəfdə P0 atmosfer təzyiqi var. Bu tərəfdə də P qazı var. Yəni, birinci halda şəkil 1-də, P0 P qaza bərabərdir. Çünki səviyyələr eynidir, hündürlüklər eynidir. Ona görə sağ təzyiq, sol təzyiq. Ümumiyyətlə, sağ təzyiq həmişə sol təzyiqə bərabər olur. Sağda ancaq P0 var, solda ancaq P qaz var. Ona görə bunlar birbirine bərabər olmalıdır. Amma burada uşaqlar başqa bir nüans da var. Düzdür, şəkil 2-də sol tərəfdə ancaq P qaz var. Başqa təzyiq yoxdur. Amma sağ tərəfdə həm P0 atmosfer təzyiqi var, həm də burada mayenin hündürlüyü var. Yəni mayenin bir hidrostatik təzyiqi var. Yəni bu P0 üstü yenilsin rho H-ə bərabərdir. Yəni deyirəm MK'nin sualıdır. Rho H-dır. Uşaqlar, baxın, əvvəl P qaz, əvvəl P0-ın özünə bərabər idi. İndi P0 üstü yenilsin rho H-ə bərabər. Deməli, bu artıb da, hə? Deməli, bu artıb ki, bizim bu P qazımız artıb ki, artıq P0 üstü yenilsin nəyəsə bərabər ola bilib. Deməli, artıb. Uşaqlar, P-nin artmağı və burada bizə orada həcmi sabitdir də, kolban həcmi dəyişməyəcək. Həcm sabitsə, Mendeleev-Klapeyron'a görə PV bölünsün T konstant qalmalıdır. Həcmimiz uşaqlar sabitdir. Əgər bizim P-miz uşaqlar əgər artarsa, onda T də artar. Çünki bu nisbət sabit qalmalıdır. Nisbətin sabit qalması üçün həmin cəmiyyətlər bir-birindən düz asılı olmalıdır. Ya da bilirsən də, izoxor prosesdə P ilə T düz asılıdır. Hə, temperatur artmışdır. Bunu sənin şərtdə özü deməyib. Yoxsa deyib? Yox, deməyib. Şərtdə özü ağzı ilə deməyib ki, temperatur artıb. Onu sənin daxili enerjindən göstərib ki, daxili enerjini yadda saxlayın. Əgər kütlə sabit olarsa, ideal qazdan danışır da burada. Əgər kütlə sabit olarsa, onda bizim daxili enerji temperaturdan asılıdır. Düz asılıdır. Artanda da artır, azalanda azalır. Temperatur artırsa, deməli, daxili enerji də artar. Üzr istəyirəm, MK'nin yox, termodinamika sualıdır. MK'nin də buna eynisi var. Sadəcə variantları orada sənə kinetik enerjindən verir. Termodinamikada variantları sənə daxili enerjindən verir. Çünki daxili enerji anlayışı gəlir termodinamikada. Sabit təzyiqdə, inşallah bu da MK'nin sualıdır. Heç nə, həll eləyək. Sabit təzyiq deyil, P konstantdır. İzobar prosesdir. Bu konstant qalmalıdır nisbət.
İzobar prosesdə V ilə T düz asılı olur. Temperaturu 1,6 dəfə artırıbsa, həzm bu qədər artıb, başlanğıc hesablayın. Hətta düz asılıdır da. Yazırsan bura nisbət. V1 bölü V2 bərabərdir T1 bölünsün T2. Nisbəti yazdın, indicə həll elə. Şuralar gəlin bir dənə T1 T2'ni tapaq. Bu birinci allar olsun, bu ikinci allar olsun. Bir dənə baxaq elə. Deyir temperatur 1,6 dəfə artıb. Əgər birinci temperatura T dersəm, onda olacaq 1,6 T artımdan sonra. Deyir həcm 1,8 dəfə demir ha, kub metr artıb. Yəni əvvəlki həcmə birinci həcmə V desəm, ikinci həcm olacaq V plus 1,8. Gətir 1'ləri 2'ləri yerinə qoy. V1'imiz V'dir, V2'miz V plus 1,8'dir. T1'imiz T'dir, T2'miz 1,6 T'dir. T'lər getdi. Bir dənə çarpaz vur. Alacaqsan ki buradan 0,6 V bərabərdir 1,8'ə, V bərabərdir 3'ə. Başlanğıc 3 kub metrdir. Başlanğıc buydu. Bu da 3'dür. 34-cü sual. Bax, yenə deyirəm. Əgər filan hissəsi batıb, filan hissəsi sudadır, filan hissəsi buradadır, oradadır, belə hissəsi sualları görsən, bu bölmədə nisbət yaz. Nisbət var burada. V batan bölünsün V cisim bərabərdir Rho cisim bölünsün Rho maye. Yazdığım kimi yaz özdə. Rho cisim bölünsün Rho maye. Bax bu verdiyi 4'də bir nisbət. Bu V batan bölünsün V cisimə bərabərdir. Buradan bir əvvələ biz ona baxsan, çarpaz vursan alırsan ki 4 dənə Rho cisim bərabərdir Rho mayeye. Sonra gör nə deyir sənə. Deyir sıxılığı 2 dəfə çox olan mayeye batır. Bir dənə adlandıraq. Şöyle burada Rho cisimə bir dənə Rho desən, onda bu Rho maye olacaq 4 dənə Rho. Ha? Bax Rho cisim, Rho dedim, Rho maye oldu 4 dənə Rho. Və sənə deyir ki, bu cismi apardığım mayenin sıxlığı 2 dəfə çoxdur. Yəni bu 4 Rho əvvəlki maye idi. Bu olacaq 8 Rho. Təzədən səndən soruşur həmin hansı hissəsi batar. Yəni hansı hissəsi batar nədir? Rho batan, daha sonra V batan bölünsün V cisim bərabərdir Rho cisim bölünsün Rho maye. Belə bir nisbətimiz var. Bunu yazıram ikinci maye üçün. Və sənə burada verib də həmin cismi aparıb. Uşaqlar ona görə Rho dəyişməyəcək. Rho cisim dəyişməyəcək. Amma mayeni dəyişib deyə. Uşaqlar bunu da yatırıb yerinə yazsaq 8 Rho. Və buradan Rho'lar ixtisara gedər. Cavab alaraq ki 8'də 1. Və bizdən bunu soruşurdu. Cavab oldu B variantı. Keçək növbəti sualımıza. 35. Artıq bu sualdan uşaqlar neçə dəfə işlədik. Yuxarıda da kifayət qədər bu sualdan var idi. Yuxarı yönəlmiş təcil deyirsə, təzyiqin üstü Rho J plus A vurulsun H-dır. Və burada bizə hər bir şey verib. Orada bizə lazım olan təzyiq deyə onu verib. 15 kilopascal bərabərdir Rho-nu bizə verib 1000. 10 üstü 3 vurulsun J 10'dur. Plus A var. Vurulsun H'ımızda 1'dir şu olur. Buradan 10 üstü 3'lər ixtisara gedir. Alırıq ki A sən demə 5 metr bölünsün santimetr. Santimetr nə idi? Saniyə kvadratı. 36. Görək burada nə deyir? Deyir ki maydəci çəkinin onun sıxılığına asılıq. Uşaqlar maydəci çəki P maye vakuumdakı çəki, MG'dir. Çıxılsın Arximedə bərabərdir. Tam batırılmış deyir. Ona görə gətirib burada M'in yerinə Rho V yazacaq. Rho cisim V cisim G. Çıxılsın F Arximedin yerinə Rho maye V cisim G yazacağım çünki tam batıb. Və buradan uşaqlar fikir verirsinizsə V cisim G. Ortaq çıxartsaq uşaqlar V cisim G-ni. Ortaq çıxartdığım zaman alırıq ki Rho cisim çıxılsın Rho maye bərabərdir P maydəci çəki. Və buradan biz görürük ki, uşaqlar bizə deyir ki, eyni həcmli. Həcmlər eynidir. Yəqin ki, eyni olar. Ha? Eyni mayəyə batırarlar da bunları. Mayələr eynidir. Sıxlıqlardır yəni. Və buradan görürsən ki, sənin buradakı Rho cismi maydəci çəkindən xəttə asılıdır. Amma normal xəttə asılıq deyil. Orada çıxma var. Orada bir çıxma əməli var. Ona görə burada bir dənə belə bir şey göstərdim sənə. Bax uşaqlar, Rho cisim Rho mayə bərabər olduğu zaman nə baş verir? Bir dənə diqqətlə bax. Həmin o mötərizə 0 olurmu? Həmin o mötərizənin 0 olmağı P-ni 0 eləyirmi? Bəli, eləyir. Deməli uşaqlar, bizim Rho cismin müəyyən qiymətində, hansı ki o mayenin sıxlığına bərabər qiymətində bizim P 0 olur. Yəni nə olacaq?
Rodisimin müəyyən qiymətində P0 olur deyə biraz sağdan başlayacaq qrafik və cavab olacaq Y variantı. 37-ci sual. İnşallah bu Newtonun sualdır. Gəlib bura düşüb. Həcmi deyir 3 litrdir. Buraya yazırsan ki, həcm bərabərdir 3 litr. Kütləni 600 qram verib. Burasından 600 qram qeyd edirsən. Bir dənə burada özüm üçün yer açım mən. Bunları çevirməliyik çünki. Bizə uşaqlar kütləni soruşur, hə? Yox, sıxlığını soruşur. Uşaqlar sıxlıq bərabərdir M bölünsün V-dir. M'imiz 600 qramdır. Bu 6 vurulsun 10 üstü. Daha sonra 600 vurulsun 10 üstü -3 kilogram deməkdir. Çevirmə aparam. Bölünsün uşaqlar litr. Uşaqlar 3 litrimizdə yadda saxlayın. Litr 10 üstü 10 üstü -3 kub metrdir. Yazırsan bura 3 vurulsun. 3 vurulsun. 10 üstü -3 kub metr. Bu kub metrdir. Bu da kiloqram uşaqlar. 10 üstü -3 dərc getdi. 600 bölünsün 3 eləyəcək. 200 kiloqram bölünsün kub metr. 38-ci sual. ...2024-ün qəbuluna düşmüş belə bir sualdır. Maraqlı sualdır. Deyir P nöqtəsinə su tökdüyümüz zaman hidrostatik təzyiqin zamanlıq qrafiki. Uşaqlar, hidrostatik təzyiq yadda saxlamalısan P. Rho J H-dır. Yəni sənin hündürlüyün artdıqca sənin hidrostatik təzyiqin artacaq. İndi fikir ver, burada ara kəsmə var. Tamam. Su buradan qatdan axır bura. Bu suyun səviyyəsi nə edir? Get-gedə artır. Fikir versəniz artır. Yəni bunun hündürlüyü artır. Hündürlüyü artırsa deməli ilk öncə təzyiqin zamanlıq qrafikinə baxsaq bizim təzyiqimiz artacaq. Heç bir problemsiz artacaq. Amma ta ki hündürlük bura gələndən sonra, hündürlük gəldi ora. Oraya gələndən sonra uşaqlar artıq suyun səviyyəsi artmayacaq. Niyə görə? Çünki gələn su axacaq bu tərəfi dolduracaq. Axacaq o tərəfi dolduracaq. Yəni bir müddət bizim hündürlüyümüz konstant qalacaq. Bir müddət sabit qalacaq. Ona görə bir müddət bizim təzyiqimiz də sabit qalacaq. Çünki dedim axı sizə, əgər hündürlük dəyişmirsə təzyiq dəyişmir. Hündürlük artırsa təzyiq artır. İndi burada gəldi uşaqlar hündürlük çatdı bura. Artıq burada doldu. Ondan sonra başlayacaq uşaqlar bu yekə qabın həcmi artmağa. Artıq qabımız fikir versəniz böyüdü və hündürlük yenə artacaq. Amma bu dəfə daha gec artacaq. Çünki əvvəl qabımız bu boydaydı, indi oldu bu boyda. Yəni daha gec artdığına görə bax, yenə artır. Yenə bu da artacaq, amma daha gec artdığına görə bizim təzyiqimiz də daha gec artacaq. Biraz daha da meyilli bir qrafik olmuş olacaqdır. Cavabımız hansı cavabdır? A variantıdır. 39-cu sual. Artıq uşaqlar bu sualdan neçə dəfə işlədik? Özdə deyəsən bunun eynisini işlədik. Rəqəmlərinə kimi eynisini işlədik. Cavab 3 idi. Yuxarıda baxarsınız uşaqlar, yaxşımı? Əgər yuxarı ilə təcildirsə P, Rho, J plus AH-dır. Əgər aşağı ilə təcildirsə P'miz, bizim P'miz Rho, bu Rho'dur. J minus A-dır, vursun H-dır. Rəqəmlərin kimi eynidir, yuxarıda işlədik bundan. 40-cı sual, deyir təzyiqin vaydı. İnşallah bunu da işlədik eynisini. Sadəcə variant orada C idi, burada indi A çıxdı. Paskaldır, Newton bölünsün kvadrat metr. Gəldik bu suala. Deyir daşı yuxarı bərabər sürətlə qaldıran zamanı dartı qüvvəsinin gördüyü şey hesablayın. Uşaqlar bir müəyyən qədər bir qabımız var və bunun dibində daşımız var. Təbii ki, mayenin daxilindədir. Onda uşaqlar buna təsir edən bir dənə qüvvələr çəki göstərək, hə? Aşağı doğru mc ağırlıq qüvvəsi, yuxarı doğru F arximet. Başqa qüvvə varmı? Yoxdur. Əslində var. Orada səthdə deyə reaksiya qüvvəsi var yuxarı doğru. İndi mən onu orada saxlamayacağam. Yuxarı doğru qaldıracağam bir F qüvvəsindən deyə reaksiyanı çəkmirəm təbii ki. Yuxarı doğru nə var? Bir F bizim həmin orada dartdığımız, həmin o dartı qüvvəsi F dartı deyirəm mən ona. Uşaqlar bərabər sürətlə qaldıramsa Newtonun birinci qanununa görə təsir edən qüvvələr bir-birini kompensasiya eləməlidir. Yəni əvəzləyici sıfır olmalıdır. Ona görə yuxarı çəkən qüvvələr F dartı plus F arximet bərabər olmalıdır mc qüvvəsinə. F arximet atsam o tərəfə tapıram ki F dartım, sən demə mc çıxılsın F arximet imiş. Bir dənə maraqlı bir şey eləyək.
Şöyle daşımız orada mayenin tam daxilində deyə F Arximedein, bax bu düsturdan istifadə edə bilərik biz. MJ vurulsun vuruq, 1 çıxılsın Romaya bölünsün Rodisin, belə bir vuruğumuz var. Mayedəki Arximed qüvvəsi buna bərabərdir uşaqlar. Vuruq dəfə fərqlənir. Gətir bunu burada yerinə qoyduğumuz zaman, oradan MJ-ni çıxartdığımız zaman bir dənə F4 üçün maraqlı bir düstur alırıq. MJ 1 çıxılsın 1 çıxılsın Romaye Rodisin. Belə bir düstur aldıq. Oradan görürük ki, uşaqlar. Hə, maraqlı bir şey əmələ gəlir. Bax fikir ver, birlər gedir, birlər gedir və bizim mötərizəmiz tam olaraq indi bilmirəm orada sizə görsənir, mənim şəklim orada düşür ora. Hə, gəl bunu belə saxlayaq, eyb yox. Yəqin ki, inşallah görsənir. Burası bilmirəm görsənir ya yox. Bunu qıraqda yazaq, yazaq. F Arximed, oradan qəşə yazaq. MJ, o birlər bir-birini aparır uşaqlar, birlər bir-birini aparır. O da mənfi edər olur, müsbət olur Romaye bölünsün Rodisin. Belə bir F Arximed yox, daha doğrusu F qüvvəsi alırıq. F qüvvəmiz budur. Bizə soruşur ki, onun gördüyü iş, işi verib bizə. Uşaqlar, işin düsturu A bərabərdir Fs kosinus alfadır. İndi kosinus yoxdur burada, nəyə görə? Çünki mən bunu yuxarı qaldırıram və F də yuxarı doğrudur. Eyni istiqamətdə olanda Fs yaza bilərik. F'imizi bilirik, budur. Və S-i də bizdən soruşurmu? Hə, bizə onu da verib, onu da verib. O 1 metr. S-imiz də deyil, 1 metrdir. Ay Allah, bunun yerinə 1 qoy. F-in yerinə həmin o ifadəni qoy. Gör nə yoxdur. Bir dənə bax da, hə, bir dənə kütlə yoxdur uşaqlar. Hər bir şey var, bir dənə kütlə yoxdur. Bu düstur inşallah sizə görsənir. Görsənmirsə burada da qeyd edeyim sənin üçün. MJ Romaye bölünsün Rodisin. Bu düsturu orada elə yazmışam sənin üçün. Yatır burada yerinə qoy. F-imiz MJ Romaye bölünsün Rodisin vurulsun H hündürlüyümüz. Bu hər bir şey verib. H-ı verib 1. Romayeni verib 10 üstü 3. Rodisini verib 2,5 vurulsun 10 üstü 3. 10 üstü 3 dərc etdi. Sana burada C-ni verib 10. Kütləni verməyib. Zaten onu səndən soruşur. Və sənə işi verib 180 Joule. Bunu da hesablasaz eləyəcək nə qədər. Bir dənə hesablayaq. Deməli %25 belə deyək də ona, belə deyək. %25 deyil o, 2,5'dir. 5 bölü 2'dir. 5'də 2, 0,4 eləyir o. 0,4'dan bunu ixtisar aparsaq, hesablama qalıb əslində, hər bir şey eləmişik. Emi oradan tapsaq, deyilən sənin üçün ekskluziv hesablama aparım. 18, 2,5 18'ə vuranda eləyəcək nə qədər? 90 vur 5 neçə eləyir? 9 vur 5 45. Başqa rəqəm qaldı mı burada? Hə, 9 vur 5 eləyir. Hə, 9 vur 5 45. Sadəcə 45 yoxdur variantlar. Nəsə hesablama səhvi getdi burada. Hə? C'miz 10'dur, R'miz 10 üstü 3'dür. Bu 2,5 vur 10 üstü 3'dür. Ha da buradan nə getdi ki səhv? Bu da 180'dir. 180 2,5'ə vuranda. 2,5 uşaqlar 5 bölü 2'dir. 9 bölü 18'i 2'ye bölüm 9. 9'u vurdum 5'e 45. 45 edirik. Bir də baxaq. Deməli, dartı MC çıxılsın Arximeddir. MC öz yerində, Arximed öz yerində yazdığımız zaman düsturu MC'ni çıxartsaq, belə bir ifadə alırıq. Birlər gedir orada. Əla. Bu 1'ə vuranda bu gedir də burada. Şöyle bir dənə hesablama aparaq. Çünki hesablamada nəsə gedir burada problem. Hər şey düppədüz. Son olaraq nə hesablama hissəsini burada eləyəcəm. Bax, işin düsturunu aldım ki, MJ Roma'ya bölünsün Rodisin vurulsun H'dır. Belə bir düstur aldıq. Bax, H'ımız 1'dir. H'ımız 1'dir. Roma'yamiz burada verib də 10 üstü 3'dür. Bunu da 2,5 vurulsun 10 üstü 3 yazdım. C'miz də 10'dur. M'i ver bilmirəm. Amma A'nı verirəm ki, bilirəm ki 180 oldu.
Valla burada 10'dan 0'ın biri getdi. 10 üstü 3'lər getdi. Bir dənə 2.5'i burada 18'də vursam cavabı tapıram. M ilə bərabər olur 18 vurulsun 5 bölü 2. 5 bölü 2 5'dir. Bundan bu ixtisar gedir. Burada qalır 9. 9'u 5'ə vuran nə eləyir? 45. Amma cavabda 45 yoxdur. Daşın kütləsini hesablayın. Hər şey düppədüz gedib burada. Səhv yoxdur. Böyük ehtimal cavablarda səhv var ya da ki mən nəyisə diqqətimdən qaçırdıram və onu hələ də görmürəm. Buna bir dənə baxarsınız. Yaxşımı uşaqlar? Yəni baxarsınız, yəni mən 45 alıram burada cavabı. Çünki baxdım orada qüvvələr mən səhv eləmədim də, hə? Bunu yuxarı doğru qaldırırıq da, hə? Hətta qaldırılan zaman deyir, hə? F-dartı yuxarıdır. Bu daşımızı F-dartdan yuxarı qaldırıram. Arximed yuxarıdır. Mayədən çıxarmağa çalışır. Aşağı doğru MC-dir. F-Arximed F-dartı MC çıxsın Arximeddir. MC-ləri oradan çıxartdığımız zaman belə bir düstur alırıq onun üçün. Hə, yəni belə olmalıdır uşaqlar. Təcil varmı? Təcil də yoxdur. Bərabər sürətdə hərəkətdir. Həmən belə alınan cavabı bir dənə baxarsınız uşaqlar. Yorumlarda qeyd edərsiniz. Aerometrinin iş prinsipi. Uşaqlar, aerometrinin iş prinsipi Arximedə əsaslanır. Yəni elə bu Arximedə əsaslanır. Sonra bu sual biraz pis oxunur, amma görsənir. Görək nə deyir. Deyir ki, mayenin sıxlığı cismin sıxlığından 3 dəfə böyükdür. Bax, bu cür sualları dediyim kimi nə etməliyik? Nisbətimizi yazmalıyıq. Yazaq elə nisbəti. Rho cisim bölünsün rho maye bərabərdir V batan bölünsün V cisim. Və bizə deyir ki, cismin sıxlığından 3 dəfə böyükdür. Yəni cismin sıxlığı var, bir də mayenin sıxlığı var. Hansı böyükdür? Mayenin sıxlığı cisminkindən 3 dəfə böyükdür. Yəni deyəcəm ki, 3 dənə rho cisim rho mayəyə bərabərdir. Və kütləsi 3 kiloqram olan deyir kürəciyə bağlanmış ipdə yanından gəlmə qüvvəsi. Dən təsir edən qüvvələr yazaq. Aşağı doğru təcəlmə. İp hardan bağlantılı təcəlmə həmin istiqamətdədir. Aşağı doğru bir dənə nə var? MC ağırlıq qüvvəsi və yuxarı doğru F-Arximed qüvvəsi var. Bu tarazlıqdadırsa uşaqlar, onda aşağı təcəlmələr yuxarı təcəlmələrə bərabərdir. Və buradan bir dənə belə bir təcəlmə üçün düstur alırıq. F-Arximed çıxılsın MC. Yazmıram da uşaqlar. Təcəlmə plus MC bərabərdir Arximed. Oradan təcəlməni bilirsən də yəqin ki, hə? Yəni bura baxırsansa sən yəqin bu bölməni öyrənmirsən, gəlmisən bura. Hə. Sonra Arximed qüvvəsi uşaqlar. Tam mayenin daxilində də deyə dedik ki, bax, bunu mövzuzatına yəqin ki baxmısan. Arximed əgər mayenin tam daxilində olarsa belə bir düsturu var. Bir çıxılsın, rho maye bölünsün rho cisim. Gətirib orada yerinə qoyduğun zaman MC-ni çıxartdığın zaman, MC-ni oradan ortaq çıxartdığın zaman, MC-lər ikisində də ortaqdır. Olacaq 1 çıxılsın, rho maye bölünsün rho cisim, çıxılsın 1. Və buradan 1'lər gedir. Və təcəlmə üçün biz belə bir düstur alırıq. MC rho maye bölünsün rho cisim. Mənfini yazmadım çünki mənfi istiqaməti göstərir, ehtiyacı yoxdur. Bizdən qüvvənin qiymətini soruşur. Heç nə yerinə qoyaq. MC kütləsi 3 uşaqlar. J 10'dur. Və bizə deyir ki, rho maye 3 dənə rho cisimdir. Rho maye ilə 3 dənə rho cisim yazdığım zaman rho cisimlər gedir və burada olur ki, 3 vur 3 vur 10 eləcək 300 Newton. Olsa 300 Newton nədir? 300 vuran 9'u da 0 yanına qoyanda eləcək 90 Newton. Hə. B variantı. 44-cü sual. Aerometr nəyi ölçür? Uşaqlar, aerometr maye və məhlulların sıxlığını ölçür. Yaxşımı? Maye və məhlulların sıxlığını ölçür. Deməli, nisbi rütubəti psixrometr ölçür, temperaturu termometr ölçür, cismin kütləsini tərəzi ölçür, həcmi də xəttkeşini ölçərsən. Baxır cismə də, yəni. Maye desə menzurkanı ölçə bilərsən. Maye nədir? Bərk cisimsə menzurkanı ölçə bilərsən. Deyir, 1-2-3 mayələrin sıxlıqları arasındakı hansı münasibət doğrudur? Bunu 2-2 müqayisə etməlisən. Birləşmiş qablarda uşaqlar hansının hündürlüyü çoxdursa, onun sıxlığı azdır. Hündürlüyü ilə sıxlıq tərs asılıdır. Rho 1 bölünsün rho 2 bərabərdir H2 bölünsün H1. Tərs asılılığı var burada. Və burada görürsən ki, birin hündürlüyü 2'nin hündürlüyündən çoxdur. Ona görə rho 1 kiçikdir rho 2'dən. Və burada gəl müqayisə edərsən bu ikisini. Bu ikisini. Görürsən ki, 2 3'dən böyükdür. Yəni rho 2 Rho 2. Sən demə nəymiş?
Kiçikmiş Rho3-dən. Və burada görürsən ki, Rho2 Rho1-dən böyükdür, amma Rho3-dən kiçikdir. Deməli Rho1, sonra gəlir Rho2, sonra gəlir Rho3. Rho3, Rho1, Rho2, Rho3. 1, 2, 3. C variantı. 46. Deyir, təzyiq qüvvəsi böyük olar. Uşaqlar, əgər qabın ağzı daralırsa, təzyiq qüvvəsi dibdə böyükdür. Əgər açılırsa, təzyiq qüvvəsi kiçikdir. Bunu yuxarıdakı sualda izah elədim. Səhv etmirəmsə, neçənci sual idi? Birinci sual idi. Bir dənə qayıt riski bax. Yaxşı mı orada göstərmişəm, orada reaksiya ilə göstərdim sənə. Hansı sual? Dördüncü sualdır. Bir dənə qayıt ora bax. Biri birinci qrupa düşüb, biri dördüncü qrupa düşüb. Mayenin sıxlığını hansı cihaz? İnşallah maye və məhlulların sıxlığını aerometr ölçür. 48. Kütləsini verib bizə, həcmini verib bizə, onun sıxlığını deyə hesablayın. İnşallah bu da Newtonun sualıdır. Rho bərabərdir m bölünsün v-dir. Səhvən düşüb bura. Kütləsi 0,2-dir. Həcmi də 5 vurulsun 10 üstün mənfi 3-dür. Bunu hesabladığın zaman eləyəcək 4 ilə bağlayacaq. C variantı. 49. Yola bu cür suallarda yenə deyirəm, nisbət yazmalısan sən. Nisbət. Yaxşı mı? Nisbətimiz də ki, Rho maye bölünsün Rho cisim. Bu zəng eləyənlər gəlib video çəkdiyim anı gözləyirlər də, yəni. Bayaqlar İlham Əliyev zəng eləyir. Hə, uşaqlar. Bayaq başqa vaxt zəng eləməzlər ha, bax. Ünlü video çəkən momenti zəng eləyirlər. Hə, görək nə deyir. Bax, bu tür suallarda nisbət yazmalısan. V batan bölünsün V cisim bərabərdir Rho maye bölünsün Rho cisim. Və görürsən ki, kub formalı eyni bir cisimdir. İnşallah cisimimiz eynidirsə onun sıxlığı və həcmi dəyişməyəcək. Nisbətdə səhv yazmışıq bu arada. Nisbətdə Rho cisimlər, ümumiyyətlə cisimlər çarpazda olmalıdır. Hə. Bunlar dəyişməyəcək, çünki eyni cisimdən danışır. Amma 1 ilə 2 nədir? Fərqli mayələrdir. Görürsən ki, mayenin sıxlığı batan hissəsinin həcmi ilə tərs asılıdır. Fikir verirsənsə, 1-də batan hissəsinin həcmi kiçikdir batan hissəsinin həcmi 2-dən. Deməli, bunun tərs asıllığını biz yazsaq, alacağıq ki, Rho maye 1 böyükdür Rho maye 2-dən, çünki tərsi asıldı axı. Bax, o nisbətin tam tərsini qurdum burada. Yəni, 1-in sıxlığı 2-nin sıxlığından böyükdür. Deyir ki, cismin sıxlığı hər iki mayenin sıxlığından böyükdür. Səhv deyir. Cismin sıxlığı hər iki mayenin sıxlığından kiçikdir. Çünki cismin sıxlığı mayenin sıxlığından kiçik olmalıdır ki, cisimimiz onun səthində üzsün. Burada da səthində üzür deyə kiçik olmalıdır. Bu böyükdür, səhv deyir. 1-in sıxlığı 2-nin sıxlığından böyükdür. Həqiqətən də bu 1-in sıxlığı 2-nin sıxlığından böyükdür. Ki, doğrudur. Deyir, cismə birinci mayedə təsirin arximetrik qüvvəsi ikinci mayedəkindən kiçikdir. Səhv deyir. Niyə görə? Çünki uşaqlar hər iki halda bu üzür. Üzəndə arximetrik qüvvəsi mj-dır. Eyni cisimdən danışırsa cismin kütləsi dəyişməyəcək. Hara aparır aparsın. Hansı mayəyə qoyur qoysun. Kütlə dəyişmədiyinə görə, dəyişmədiyinə görə arximet nə olacaq? Dəyişməyəcək. Yəni eyni olacaq. 3 də səhvdir. Cavab olacaq yalnız 2 variantı. 50-ci sual. Bu da uşaqlar. MKN sualdır. Birinci sualdır. Bölmənin birinci sualdır. Yadda saxlayın. Qazlar verilən bütün həcmi tuturlar. Yəni, sən qaza hansı həcmli qab versən, onun hamısını tuturlar. Bunun yarısını buxarlandırdım. Çoxu deyir ki, 15 qalar yox uşaqlar. Elə 30 qalacaq. Yəni, verilən bütün həcmi tutur. Sadəcə dəyişən sıxlıqdır. İnşallah hidravlik presdə 200 baxa bilərik. Bu sualdan bir dənə təhlil edirik yuxarıda. Yəni, P nisbətləri və A nisbətləri hər ikisində 1-ə bərabərdir. Bunu yuxarıda baxarsan, yaxşı mı? Yəni, eynisini izah elədim. Orada nəyə görəsini göstərdim. Bunu izah elədim, hə? Bunu da eynisini izah elədim yuxarıda. Qalxa baxa bilərsən ona. Özün yaz. Yazanmasam bir dənə qalx yuxarıdan bax. Sənə göstərmə hansı sualdır. De, 7-ci sual. Yəni, qalx bax ona. Yəni, eynisi daha sadəcə qabı tərs qoyub burada. Bu da sadə sualdır. Bax, yadda saxla. Sıxlığı, cismin sıxlığı 0,9-dursa. Bax, bunun sıxlığı 0,8-dir. Kerosin gəlib birinci. Bunun cismin sıxlığı isə 0,9-dur. Üzmə çəklərini bilməlisən buna görə. Əgər, bax, cismin sıxlığı böyük olarsa mayenin sıxlığından onu keçəcək.
Məsələn, kerosinin sıxlığı 0.8-dir, amma cismimizin sıxlığı 0.9-dur. Yəni bunu keçəcək. Orada qalmayacaq. Düşəcək aşağı. Uşaqlar deyir ki, sunun sıxlığı 0.1-dir. Əgər uşaqlar cismin sıxlığı mayenin sıxlığından kiçik olarsa, onda onun səthində üzəcək. Yaxşımı? Onun səthində üzəcək, səthində bir yerdə qalacaq. Yəni burada suyun sıxlığı 1-dir. Təxminən gələcək cismimiz var buralarda. Çünki suyun səthində suya tam bata bilməyəcək. Suya tam batması üçün onun daxilində olması üçün rho cisim rho mayeyə bərabər olmalıdır. Yəni deyirəm, üzmə şərtlərini bilməlisən buna görə bu sualı yazmaq üçün. Yəni suyun daxilində olması üçün nə olmalıdır? 1-ə bərabər olmalıdır. Amma 1-ə bərabər deyil. 1-dən kiçikdir. Ona görə onun səthində olmalıdır. Cavab olacaq C variantı. Bu da maraqlı sualdır uşaqlar. Diqqətlə qulaq asın. Deyir ki, ipi kəsirdə şar suyun səthinə çatana qədər nə cür hərəkət eləyər? Və burada sənə temperatur sabit verir. Çoxu burada bunu elə bilir ki, gəlmə qüvvəsi, ipin gəlmə qüvvəsi. Xeyr, uşaqlar, ipi orada kəsəcəklər. İpin gəlmə qüvvəsi olanmaz. Orada sənə temperaturu deyir. Temperaturumuz konstant. Biz orada onun temperatur olduğunu demir. Sən onu gəlmə kimi də başa düşə bilərsən. Amma bil ki, temperaturdur. Temperatur sabitdir. Uşaqlar, bu şarımızın üstündə əvvəl bu qədər su var. Bu hündürlüyü su var. Yəni şarın üstündə suyun təzyiqi plus ağzı açıq da bunun. Olmasa da olar, fərqi yoxdur. Bağlı da olsa olar. Yəni yuxarıda da P0 atmosfer təzyiqi var. Yəni suyun üstündə birinci halda suyun üstündəki tam təzyiq, suyun deyirəm daha doğrusu şarın üstündəki tam təzyiq P0 üstü yəni rho JH-dır. Şuralar bu yuxarı qalxdıqca bunun hündürlüyü azalır. Yəni suyun bu şarın üstündəki olan suyun hündürlüyü azalır. Suyun hündürlüyünün azalmağı bu şarın üstündəki bu təzyiqin azalmağı deməkdir. Yəni şara təsir edən bu təzyiq qüvvəsi azalır. Təzyiq azalır daha doğrusu. Təzyiq qüvvəsi azalacaq. Və təzyiq azaldığına görə uşaqlar, yəni burada ideal qazın halını yazsaq, PV bölünsün T nisbəti konstant qalmalıdır. Və temperaturumuz sabitdir. Ona görə PV-dən tərsi asılı olmalıdır. Bax, fikir verdinizsə, bu qaza təsir edən təzyiq neynədə azaldır? Təzyiq azalsa həcm artmalıdır. Yəni qaz neynəyəcək? Böyüyəcək. Qaz şişəcək də doğrusu. Tab gətirməsə partiyada bilər uşaqlar. Tab gətirirsə şişəcək naboyda olacaq. Amma tab gətirməyib partiyada bilər. Deyir ki, ipi kəsirdən səthində çatana kimi nə cür hərəkət edir? Uşaqlar, bunun həcmi böyüyür. Buna təsir edən qüvvələrə baxaq. Aşağı doğru mıcaqlıq qüvvəsi, yuxarı doğru F arximet qüvvəsi. Müqavimət nəzərə alınmı? Müqavimət nəzərə alınmır. Bunu sənə sualda verir. Onda uşaqlar, bunun yuxarı qalxma səbəbi Arximedin mc-dən böyük olmaqdır. Deməli, əvəzləyici qüvvə Arximed çıxılsın mc-dir. Uşaqlar, M falan dəyişməyə bilər. Amma burada sən bir dənə Arximedin düsturunu yazsan, rho maye və cisim J tam mayenin daxilindədir. Burada şarımızın həcmi artacaq. Dedim axı, yuxarı qalxana kimi bunun həcmi neyir? Artır, bu şişir. Həcm artdığına görə Arximed qüvvəsi artacaq. Yəni belə çıxır ki, bizim təcrübimiz bərabər təcrübli hərəkət deyil. Artan təcrübli hərəkətdir. Çünki Arximedin artmağı orada təcrübli artırır, emanı artırır. Artan təcrübli hərəkətdir. Və uşaqlar əvəzləyici qüvvə ilə və eyni istiqamətdə yönəlir deyə bax fikir ver, yuxarı doğru hərəkət edir və əvəzləyici qüvvə də yuxarı doğrudur. Çünki Arximed ondan böyükdür, böyük qüvvə istiqamətindədir daha. Yuxarı doğru yönəldiyinə görə hərəkətin tam adı olacaq artan təcillə yeyinləşən. Qüvvə ilə A eyni istiqamətli deyə yeyinləşəndir və burada Arximed artıb deyə təcil artacaq deyə yeyinləşəndir və artan təcil hərəkətdir. Və maraqlı, ətrafıya düşmüş bir sual idi 2023-də. 55-ci sual, uşaqlar. Təzyiq, hidrostat təzyiq. Düsturu rho JH-dır. S-ə baxmırsan. Təzyiq qüvvəsi demir, təzyiq deyil. H-lar eynidirsə, deməli bizim təzyiqlər də eynidir. Çünki bizə su deyil də mayelər eynidir uşaqlar. Yəni cavab olacaq 1. Növbəti sualımız 56. Bu sualın eynisini yuxarıda həll elədik. Sadəcə orada M-ləri vermişdi, T-ləri məndən soruşurdu. Bax, aşağı var MC. Aşağı var T gəlmə. Çünki ip hardan bağlansa T gəlmənin istiqamətdədir. Yuxarı var F arximet. Buradan T gəlməni tapırsan ki, F arximet çıxılsın MC. Bu belə bir şey tapırsan. Və sən görürsən ki, F arximet həcmləri eynidir də dəyişməyəcək. Və cismin kütləsi ilə T gəlmə uşaqlar.
xəttə asılıdır, amma azalan şəkildə asılıdır da. Yəni Kx plus b-nin k-sı mənfi olanda, b-si müsbət olanda necə bir qrafik olur? Elə bir asılılığı var bunun. Belə bir asılılığı var bunun. Yəni bizim burada kütləmiz artdığı zaman təcəlmə azalacaqdır. Yəni nisbət bu şəkildədirsə, onda M1, M2, M3 bu şəkildə düzürəm. Sadəcə tərs olduğuna görə, yəni biri artanda o biri azalır deyə bu nisbəti, o bərabərsizliyi işarələrini dəyişirəm təbii ki. İndi hansı variantı taparsınız? Y variantıdır. 57-ci sual. Bizə təcəlmə qüvvəsini verib, ağırlıq qüvvəsindən deyir 3 dəfə kiçikdir, arximedə deyir tap. Şola gəlin bir dənə eləyək. Qüvvələri təkrar göstərək. Aşağı var MC, aşağı var təcəllimə, yuxarı var F arximed. Şolar. Bizə nəyi soruşur? Arximedi soruşur. Oradan arximedi tapsaq, yuxarı çəkən qüvvələri bərabər olmalıdır aşağı çəkən qüvvələrə. Müqavimət yoxdur ha burada. Onu hərəkət eləmir ki bu. Hə, yuxarı F arximed var, aşağı var MC plus tecəlmə var. Görək nələr verib bizə. Deyir tecəlmə qüvvəsi 1,5 kütləli ağırlıq qüvvəsindən 3 dəfə kiçikdir. Deməli ağırlıq qüvvəsi və tecəlmə qüvvəsi nə qədər kiçikdir? 3 dəfə kiçikdir. Nə kiçikdir? Tecəlmə kiçikdir. Ona görə MC səndə 3 dənə tecəlmə imiş. Gətir yaz yerinə də bunun yerinə 3 dənə tecəlmə yaz. Onda alırsan ki F arximed sən demə 4 dənə tecəlmə imiş. 3 dənə tecəlmə budur uşaqlar. Bir dənə tecəlmə gəldi oldu 4 dənə tecəlmə. Və bir dənə qaldı nəyi tapmaq? Tecəlməni tapmaq. Onu tapmağı nə var ki? Bax sənə burada kütləni verib. 1,5. J-ni verib 10. Sən demə 3 dənə tecəlmə 15 imiş. Tecəlmə sən demə neçə imiş? 5 imiş. Gətir bunu yerinə qoy. Burada gecə 20. Arximed neçə imiş? 20 Newton imiş. Növbəti sualımız 58. Uşaqlar, əgər bu cismimizin sıxlığına bir dənə rho desən, bu ρ2 sıxlıqlı bir mayenin daxilindedir deyə, həmin o ρ2-yə bərabərdir. Əgər cism mayenin daxilindədirsə, onun sıxlığına bərabərdir. Amma ρ1-ə fikir versənsə gələ bilməyib heç. Çünki ρ1-in sıxlığı, uşaqlar ρ1-in sıxlığı nədir? Bundan böyükdür. Əgər mayenin sıxlığı, uşaqlar cismin sıxlığından böyükdürsə, onda onu daxilinə buraxmır. Fikir versənsiniz, yaxınlaşa bilməyib. Yəni nədir? Nisbətimiz, bərabərsizliyimiz bu şəkildədir. Cavab olacaq D variantı. 59-cu sual. Uşaqlar, bu sualı da yenə həll elədik. Yox. Bu biraz fərqlidir. Hə, kütlə demir. Hə, kütlə demir, başqa cürdür. T'ləri verib bizə. Bir də nəyi soruşur? Mayenin sıxlıqları. Gəl bir dənə baxaq da, gəl bir dənə təsir edən qüvvələrə baxaq, ondan sonra qərar verərik. Şuralar aşağı doğru var MC. İp hardan bağlanırsa tecəlməmin istiqamətdədir. İp yuxarıdadırsa deməli T yuxarıdadır. Və mayədən çıxarmağa çalışan bir arximed qüvvəsi var yuxarı doğru. Aşağı çəkən qüvvələr bərabər olmalıdır yuxarı çəkən qüvvələrə. Çünki tarazlıqdadır orada. Cisimimiz orada tarazlıqdadır. Və gətirib orada uşaqlar bir dənə tecəlməni tapsaq. Olacaq MC çıxılsın F arximed. Bax. Orada bir dənə F arximedin düsturunu aç. Bax burada açıq bir dənə. Rho maye V cisim J. Bax tam batıb. Maye tam batıb, ona görə V cisim yazdım. Diqqətli ol. Bildən nəyə görə yazıram onu. Bax. Eyni cisimdir. Yəni cisimlərin sıxlıqları eynidir. J eyni olacaq, M eynidir. J hamısı eynidir yəni. Bir də burada deyir ki, müxtəlif mayelərə saldıqda, müxtəlif mayelərə salır. Diqqətli ol. Və sən buradan görürsən ki, sənin tecəlmə ilə mayenin sıxlıqları necə asılıdır? Bayaqçı kimi də xətti tərs asılıdır. Yəni belə bir asılılığı var bizim tecəlmə ilə rho mayenin. Yəni T nisbəti T1, T2, T3 bu şəkildədirsə, onda rho maye nisbəti isə bunun tam tərsi olacaqdır. Tam daha doğrusu əksi olacaqdır. Yəni bu şəkildə olacaqdır. 1, 2, 3. A variantı. 60-cı sual. Uşaqlar, sağdan soldan olan F qüvvələri bir-birinə bərabərdir. Çünki nəyə görə? Təzyiq qüvvəsi F bərabərdir PS-dir. P-nin yerinə rho, J, H yazdığımız zaman hündürlüyə baxacaq. Deməli, hündürlüyü ilə müqayisə eləyəcək. Fikir versənsə, sağla solun hündürlüyü bir-birinə bərabərdir. Ona görə F3 də F4-ə bərabərdir. Amma bir ilə hündürlüyü bərabər deyil. Səthdən olan hündürlüyə baxsan, birin hündürlüyü budur, 2-nin olan hündürlüyü budur.
Yəni görürsən ki, H2 böyükdür H1-dən. H2-nin H1-dən böyük olmağı F2-nin də F1-dən böyük olmağı deməkdir. Zaten Arximedin yaranma səbəbi də bax budur. Bax burada bu qüvvə, bu hündürlük fərqinə görə bu qüvvə fərqi əmələ gəlir və bunların əvəzləyicisi sənə Arximed qüvvəsini verir. Yəni F2 F1-dən böyükdür, amma F3 F4-də bərabərdir A variantı. 61-ci sual. Bu sualın eynisini yuxarıda deyəsən işlədik. Sadəcə orada işi vermişdi, bizdən kütləni soruşurdu. İndi kütləni verib işi soruşur. Uşaqlar, bax, orada cavabı yaxşı ala bilmədik. Gəl bir dənə bura baxaq. Görək nə deyir burada. Deməli, daş var. Bunu yuxarı doğru bərabər sürətlə qaldırmaq lazımdır. Bir dənə təsiri ilə qüvvələri çəkək. Aşağı var MJ, yuxarı var F dartı. Çünki yuxarı doğru dartıram. Və yuxarı var F Arximed. F Arximed qüvvəsi var. Və bərabər sürətlə qaldıran deyə uşaqlar aşağı çəkən qüvvələri, yuxarı çəkən qüvvələrlə bərabər olmalıdır. Çünki Newtonun birinci qanununa görə cisimli düz xəttlə bərabər sürətlə hərəkət edilməsi üçün qüvvələr bir-birini kompensasiya etməlidir. Yəni yuxarı çəkən F dartı plus F Arximed bərabər olmalıdır nəyə? MJ-yə. Buradan F dartını tapırsan ki, MJ çıxılsın F Arximeddir. Uşaqlar daşımız orada mayanın tam daxilindədir deyə biz orada F Arximedin yerinə yaza bilərik ki, MJ 1 çıxılsın Romaye Rodisi. Şöyle burada bir dənə MJ mörtəzi qarşısına çıxarsa, sadələşdirsəz alacaqsınız ki, F dartı sən demə MJ vurulsun Romaye bölünsün Rodisindir. Belə bir bərabərlik alacaqsınız. Bizdən işi soruşur. Şöyle işin düsturu Fs. Şimdi kosinüs alfada var. Sadəcə hərəkət istiqaməti ilə burada F dartı eyni istiqamətdə deyə kosinüs 1-ə bərabərdir. Bizdə burada olacaq MJ Romaye bölünsün Rodisim. Yer dəyişməsi də H-dır, hündürlükdür də. Elə diqqət etdi, yer dəyişmə 1 metrdir də, onda bizə deyir. Gətir yerinə qoyacaq. Bax, bu 40-dır. J 10-dur. Romaye 10 üstü 3-dür. Bu 2.5 vurulsun 10 üstü 3-dür. 10 üstü 3'lər getdi. Sonra 20 vurulsun 5. Eləcə 100. Bu eləcə 100 joule. Yenə cavab ala bilmədik ya biz. 400 bölü 200, 200 vur 5. Mini eləyirik. Nədir bizim burada gözdən qaçırdığımız? Şöyle 2.5 5 bölü 2'dir. 5 qalxır yuxarı. Ya da 2 qalxır yuxarı. 5'də 2'yə vurmalıyam mən 400'ü. Bayaq elədiyim səhv də budur. Mən bunu 5'də 2'yə vurmalıyam. Yəni 400 mən 2'yə bölüb 5'ə vururam eləyirəm 1000. Yox. 5'ə bölüb 2'yə vurmalıyam. Çünki məxrəcə də orada 2'də 5. Bu da eləyəcək 8 yoxsa yox 80. 80 vurulsun 2 160. 160 joule amma bu da variantlarda yoxdur. Nəyə görə? Yenə mesalımı səhv elədik biz. 80 vur 2. Hündürlük bir daha. 10 üstü 3'lər getdi. 40'dır, o da 10'dur. Bunun cavablarında deyəsən problem var uşaqlar. Variantlarında problem var. Ya da ki mən çox belə cüzi bir şey var uşaqlar, onu gözümdən qaçırdıram. Dəhşət. Oradan siz görürsünüz, mən görmürəm burada. Ay müəllim, onu necə görmürsünüz orada deyirsiniz. Olur da indi. Nəsə görmürəm burada. Başdan baxsam əslində görərəm, sadəcə uzatmıram. Yazın yorumlara, yaxşı uşaqlar. Siz ağıllı uşaqlarsınız. Hidravlik presinin iş prinsipi hansı qanununa əsaslanır? Uşaqlar, Pascal qanununa əsaslanır. F'lər nisbəti. Uşaqlar, F bərabərdir, P vurulsun S-dir. Burada uşaqlar P'nin yerinə bir dənə rho, J, H yazsaz, görürsən ki F H-la düz, S-la düz asılıdır. Yazırsan ki bura F1 böl F2 bərabərdir H1 S1 bölünsün H2 S2. Yola mayələr falan eynidir, onlar ixtisara gedəcək, yazmadım. Gətir yaz. 2H, H. S, 3S. 3S. S'lər getdi, H'lar getdi, aldın ki 6'da 1. Cavabımız B variantıdır. 64-cü sual. Bu sualdan yenə işlədik. Eynisidir, hadi özdə, eynisidir. Bax, bunun sıxılığına mən bir dənə Rodisini desəm, bunun daxilindədir deyə,
Deməli ρ1 həmin o ρ cisimə bərabərdir. Sadəcə ρ2-nin keçib deyə, deməli ρ2-nin sıxlığı bunlardan kiçikmiş. Yadda saxla. Hansı yuxarıdadır, onun sıxlığı kiçikdir. Gör burada nə deyirsən? Hansı variant? Cavab olacaq. Deməli 1 ρ-ya bərabərdir. Görmürəm ki. 1 ρ-ya bərabərdir, ρ2 ondan kiçikdir variantı. 65. Hidravlik presisinin iş prinsipi hansı qanununa əsaslanır? Bunu bayaqlar dedik. Pascal qanununa əsaslanır, Y variantı. Ensidir bu. Rəqəmlərə kimi eyni uşaqlar. Sadəcə variantların yeri dəyişib. Burada birinci qrupa düşüb, burada dördüncü qrupa düşüb. Və sadəcə variantların yerini dəyişiblər. 2025 tərkisi. Aha, radiusimizə verib. Arximed qüvvəsi nəyə bərabərdir? Uşaqlar, Arximedin düsturu. Rho maye. V batanda normalda. V cisim yazacaq. Yəni, öz ürəyimdən yazmıram. Burada deyir ki, maye daxilindədir. Maye daxilindədirsə, sən burada V batanın yerinə V cisim yaza bilərsən. Bax, bayaqdan 50 dəfə demişik onu. Vursun, bir dənə C var. Uşaqlar, orada kürə deyir. Kürənin həcm düsturu 3/4 pi r kubudur. Və buradan görürsən ki, r ilə Arximed kubik asılıdır. Yəni, r-i 2 dəfə artırmağı f-i onun kubu dəfə artıracaq. Yəni, olacaq 8f. D variantı. Uşaqlar, bu qrafikini yuxarıda dedim, rəqəmləri deyik kimi eynidir. Bax, bu sərhəd qrafiklər, sərhəd nöqtələr P0 vakuumdakı səkilərdir. Maydakı səki ilə Arximeddəki səkinin asılıq qrafikində sərhəd nöqtələr P0 vakuum səkilərdir. Yəni, burada 20-sə, burada 20 olmalıdır. Çünki həmin rəqəmlər birbirine bərabərdir daha. Eyni cisimdən danışır. Deyir, aerometrin iş prinsipi. Uşaqlar, aerometrin iş prinsipi, bunu bayaqlarda yazdıq. Eyni sualdır. Arximed qüvvəsinə əsaslanır. Deyir, səth təsir edən qüvvə F budur, təzyiqdir budur, sahəni bizdən soruşur. S bərabərdir, F bölünsün P. Bundan yazdıq. Bu deyəcək 0,5 ilə bağlı cavab, C variantı. Yəni hesablayarsınızlar. Kiloda 10 üstü 3'dür. Yoruldum cümə. 71-ci sual. Nə deyir? Bu da. Şuralar. MKN sual da. Elə bilmirəm, bilmirəm. Ha, müəllim ayıra bilmir. Arximeddən MKN sualını gətirib salıb bura. Arada təkrar olsun da. Arada MKN yadımıza düşsün deyə salmışam. Gözümdən qaçmış olur. Hə. İdeal qazın temperaturunu bu qədər artıranda, bu qədər artıb. Eynisini yazdıq. Eynisini yazdıq valla. Sən onu göstərim orada. Hansı sual idi? Sən onu özün yazarsın. Baba 33 ilə birə-bir eynidir. Birə-bir eynidir. Sadəcə rəqəmlər fərqlidir. Bir dənə ona bax, cavabını yazmağa çalış. Çünki çoxdan belə sual gəlmir. Fikir versəniz, axırıncı dəfə 2006-2008 vaxtlarında gəlib. Yəni bir dənə bunu neynə? Yaz. 72 uşaqlar bu da. MKN sualıdır. Bu PDF-in uşaqlar ikinci nəşrini çıxaracaq. Orada bu sualları siləcəm, narahat olmayın. Hə. Qapalı qab deyir. Həcmimiz konstantdır. Sualın nömrəsinə gələm deyərəm ki, topluda hansı sualdır bu? Elə bilmirəm. Soyutsaq, temperaturu azalıb. Təzyiqi və sıxlığı necə dəyişər? Şöyle deməli, qapalı qabdakı ideal qazdan danışırsa. Həcm sabitdir deyə, həm rho, həm konsentrasiya, həm həcm. Bu üçü də konstant olmalıdır. Çünki bu bir izoxor bir prosesdir. Yəni sıxlığı dəyişməzdir. Sıxlığı dəyişməz olan variant tək bir variantıdır. İndi bir dənə həll eləyək. Bunu bir dənə həll eləyək. Belə yazaq. Belə yazaq. Mendeleev-Clapeyron yazaq. PV bölünsün T konstantdır. Mendeleev-Clapeyron. Bizim burada həcmimiz sabitdir. Həcm sabitdirsə P ilə T bir-birindən düz asılıdır. Temperaturun azalmağı, soyumağı bunun təzyiqini azaldır. Deməli, təzyiq azalar, sıxlıq dəyişməz. B variantı.
Deyir mayenin sıxlığını hansı cihazdan ölçürlər? Mayenin sıxlığını ölçən cihaz uşaqlar aerometr, yadda saxla. Psixrometr şeh nöqtəsini ölçür. Termometr temperaturu ölçür. Higrometr, bu metal higrometr də var uşaqlar. Doyan buxarın, doymayan buxarın o eyniləşdiyi nöqtə var. Onu ölçür. Manometr mayələrin təzyiqini ölçür. Maye və qazların təzyiqini ölçür. 74-cü sual. Uşaqlar bu Pascal'ın vaididir. Yəni təzyiq var burada. Təzyiq D variantı. Bu uşaqlar tək təzyiqin vaidi deyil ha. Həm mexaniki gərginlik, həm də Young modulu. Üçün də vaidi Pascal'dır. Təzyiq hansı cihazdan ölçülür? Uşaqlar təzyiqini ölçən cihaz belə getdə psixrometr şeh nöqtəsini ölçür, dinometr qüvvəni ölçür, aerometr maye məhlulların sıxlığını ölçür, termometr temperaturu ölçür, manometr isə bəli təzyiqi ölçür. 76. Arximedin cisim həcmindən asılı qrafik verib mayenin sıxlığı. İnşallah mayenin sıxlığı F Arximed bölünsün V cisim vurulsun J. J onsuz dəyişməyəcək. Əsas bu nisbətə baxmaq lazımdır. Burada görürsən ki, üst bucaq qursun əgər. Bura F Arximeddir, bura V-dir. Yəni həmin o bucağın tangesi həmin o nisbəti sənə verir. Deməli sən burada tangesləri müqayisə etməlisən. Sən də bilirsən ki, tanges artan funksiyadır. Sıxlığın ən böyük qiymətini istəyirəmsə, onda bu tanges alfada böyük qiymətini almalıdır. Ona görə alfa ən böyük olan hansıdır? 1. Cavabcıq A variantı. 77. Uşaqlar hidravlik pres deyirsə, A soruşursa birbaşa yaz 1. Çünki hidravlik pressə, bayaqdan nə istəmə demişəm mən bunu. Sadə mexanizm kimi və biz buna birləşmiş qab kimi baxa bilərik. Sadə mexanizm kimi baxanda A1 A2-yə bərabərdir. Eyni rəqəmə böləndə 1 eləyir. Yox. Birləşmiş qab kimi baxırsan, onda P1 P2-yə bərabərdir, onda onun nisbətdə 1 eləyəcək. 78-ci sual. Bu da bayaqki sualdandır uşaqlar. Arximed radiusla, yəni kürə cismin radiusu ilə kubik asılıdır. Həcm düsturuna görə. Əgər radiusu 2 dəfə azaldırsa, onda bizim Arximed qüvvəsi 8 dəfə azalacaq, onun kubu dəfə. Əvvəl F2-si olacaq F böl 8, D variantı. 79. Aerometrdir nəyə ölçür? Uşaqlar, aerometr mayələrin sıxlığını ölçür. Maye və məhlulların sıxlığını ölçür. Temperatur ölçən cihaz, termometrdir. Nisbi rütubəti ölçən cihaz, psixrometrdir. Cismin həcmini ölçən cihaz. Baxır cismə də, indi bərk sən menzurkanı ölçə bilərsən. Yəni xəttkeşini ölçə bilərsən. Kütləni ölçən cihaz da tərəzidir, bilirsən yəni. P-lərin nisbətini soruşur. Uşaqlar, P, Rho, J, H-dır. H-la asılıdır. H-la asılılıq quracaqsan. Və görürsən ki, H-lar bərabərdir. H-lar bərabərsə deməli bu nisbət 1-dir. S-in asılı deyil. Atmosfer təzyiqi hansı cihazla ölçülür? Uşaqlar, atmosfer təzyiqi barometr aneroidlə ölçülür. Barometr aneroid ölçülür. Psixrometrlər, uşaqlar, şeh nöqtəsi ölçülür. Aerometr, məhlulların sıxlığı ölçülür. Dinometr, təzyiqi ölçür. Termometr, temperaturu ölçür. Başqa sual var? Yoxdur, son sual idi. Oldu uşaqlar, sağ olun. Salamat qalın. Özünüzə yaxşı baxın.